Deməli dostlar, bura Hövsan qəsəbəsi, düz Hövsan bələdiyyəsinin yanıdır. Bu vəziyyət təxmini, yaddaşım məni aldatmırsa 7 ildir ki belədir. Mənə çox maraqlıdır ki, 7 ildir təxmini deyirəm, bu vəziyyətdə olan yerə, işə Hövsan bələdiyyəsi necə gəlir? Yəni biz gələ bilmirik. Burada zaten səkidən söhbət gedə bilməz. Solumuzu ümumiyyətlə zəbt ediblər. Bax, onlar işə necə gəlirlər? Bax, belə bir yerdən, belə bir dağınıq, sanki Stalingrad savaşından çıxmış yerdən. Sağ tərəfimizdə isə belə Hövsan bələdiyyəsidir. Niyə bu cəmi cümlətanı 50 metr məsafə bu vəziyyətdədir? Yol deşikdir. Özdə hər yağış yağandan sonra yol deşilir. Sizcə niyə?